yaşayırlar və hökumət evinin arxasından keçən küçədədirlər. Bir qədər sonra isə onları gördüyünüz kimi Rəşid Beybudur küçəsindən Neftçilər prospektinə çıxan yerdə görəcəksiniz. Hal-hazırda birinci yerdə deməli çox maraqlı bir geçmişdə Formula 1 yarışlarında iştirak etmiş, hal-hazırda isə Klasik Grand Prix yayımlanmaqdadır. Onlardan böyük bir hissəsi Böyük Britaniyada yerləşir. Orada qohumlarımız varsa onlara mütləq əlillik və Almaniyaya o cümlədən daha çox yayımlanır və digər Avropa ölkələrində, o cümlədən Amerika Birləşmiş Ştatlarında və bir çox bu idman avtomobillərinin yarışı ilə maraqlanan ölkələrdə bizi hal-hazırda izləməkdədirlər. Yenə deyirəm, 120-dən çox kanalın diqqəti dünya üzrə bugün Bakıdadır. Çünki bugün Bakıda City Challenge tədbirinin 3-cü günüdür, ilk yarış günü. Biraz əvvəl keçirilən GT, yəni idman avtomobillərinin yarışı kvalifikasiya mərhələsi ilə başa çatdı. Bu kvalifikasiya mərhələsindən sonra bugün amma 15:50-də həmin avtomobillərin artıq, yəni birinci kvalifikasiya mərhələsindən sonra həmin avtomobillərin hərəkəti nəzərdə tutulub. 16:50-də isə ikinci kvalifikasiya mərhələsinin nəticələrinə görə